Bakı bulvarında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan Kənd Festə start verilir. Festivalın ilk günündə yüzlərlə valideyn və uşaqlar müxtəlif əyləncə proqramlarına qoşulublar. 1 iyun Beynəlxalq Uşaqlar Günü münasibətilə paytaxt sakinləri və şəhərin qonaqları üçün maraqlı festival təşkil olunub. Bakı bulvarında start götürən Kənd Fest 2 ay ərzində uşaqlara, gənclərə və ailələrə rəngarəng əyləncə proqramları təqdim edəcək. Dənizkənarı Milli Parkda ilk dəfədir ki, bu cür geniş formatda, iri miqyaslı yay festivalı keçirilir. Kənd Fest festivalını rənglərin və eyni zamanda emosiyaların festivalı da adlandırmaq olar. Nəzərinizə çatdıraq ki, burada həm uşaqlar üçün, həm böyüklər üçün, valideynlər üçün, gənclər üçün hər kəsin əylənə biləcəyi, istirahət eləyə biləcəyi, yayın qızmar günlərində kölgələnə biləcəyi bir şərait yaradılıb. İlk dəfə olaraq açıq səma altında 1500 nəfərlik amfiteatrda insanların izləyə biləcəyi çox maraqlı bir su sirki şousu hazırlanıb. Nəzərinizə çatdıraq, şounu təqdim edən sirk ustaları hər biri Avropadan gəlib. Dənizkənarı Milli Parkda təşkil olunan Kənd Fest ilk gündən böyük maraqla qarşılanıb. Festival ərazisində uşaqlar üçün xüsusi oyun zonaları qurulub. Müxtəlif interaktiv fəaliyyətlər və əyləncə proqramları təşkil edilib. Orada ən bəyəndiyim şey əyləncə idi. Hamısını çox bəyənmişdim. Leyla, sən danış. Sən də danışdın, sən də danış. Bəyənirsən mi? Hə. Harada oynadın? Hər yer çox gözəldir. Hər yerdə oynadım. Hər yerdə oynadım. Festival çox qəşəngdir, çox sağ olsunlar. Kim buranı təşkil edibsə, təşəkkür edirəm ona. Bura təzə gəldik, amma buradakı stol oyunlardan xoşum gəldi. Başqa uşaqlar da burada faydalana bilərlər və buradakı musiqi çox gözəl idi. Əslində çox yaxşı fikirdir uşaqlar üçün. Biz də uşaqlarımızı gətiririk, əylənirlər. Əməyi keçən hər kəsə öz təşəkkürümüzü bildiririk. Çox sağ olun. Çox ən başlarda olan yuxarı qalxıb düşən bir atraksiyon var. O, bir də ki, yanlara ayrılan qollar var, yuxarı qalxıb düşən, o xoşladım. Bu hissədən çox xoşuma gələn qıra kimi bir şeydir, daşda götürüb qoyursan, odur. Uşaqlar üçün yaxşıdır, əyləncəlidir. 2 ay ərzində davam edəcək festival boyunca ziyarətçilərin müxtəlif sürprizlər və yeni proqramlar gözləyir. Qeyd edək ki, Beynəlxalq Uşaqlar Günü münasibətilə start verilən festival yay boyunca hər gün ziyarətçilərin üzünə açıq olacaq. Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim Media.